İndi isə sizə sual verəcəm. Ha. Deməli, Tarkan, sən olsa mikrofon açın, sualınızı vermək üçün var. Salam. Salam. Aleykümselam. Salam Rəşid bəy. Bu qədər ətraf məlumatınız üçün. Mənim bir sualım var. Bu Novruzdan danışdınız, siz bağlı danışdınız. Demək, siz Novruzun tarixini, yaşın neçənci min ilə ayırırsınız? Novruz bayramı demək, Göbəkli Təpədən günümüzə sayanda 2000 ildə üzü günümüzə gəlir. Bax, Göbəkli Təpədə olan damanın Novruz kontrasında yaşadığını görürük. Göbəkli Təpədə olan Göbəkli Təpədən qabaq, Göbəkli Təpədən qabaq neçə yaş var idi Novruzun? Bu yəni Göbəkli Təpə qabağı belə bilmirik, çünki əlimizdə olan faktlar əsasən deyirik. Amma tarix kültürün 50 min ildən üzü günümüzə gəldiyini bilirik. Çünki fərqli regionlarda 50 min yaşı olan, 40 min yaşı olan, 30 min yaşı olan ana tarix kültürü bəzən Avropa tədqiqatçıları Venusda deyir. Venusların yapıldığını bilirik. Bunlar nədir? Daha böyük bədənli, kök olan qadın heykəlləridir, təsvirləridir və buna ana tarix deyilir. Lakin ümumi təhlilə baxdıqda görürsən ki, əslində yaranın yeri təmsil edən sifətidir. Sadəcə olaraq o dövrdə bunu göstərmək üçün yazı yoxdur. Hansısa rəsmdə heykəldə istifadə olunur və o insan ölçülərindən daha fərqli, daha böyük ölçülərə malik olan qadın təsviri göstərərək yaradanın təbiəti doğuran sətini göstərməyə çalışmışlar. Yəni həmin məntiqdən üzü bu günə biz bunun davanın gəlib Göbəkli Təpədə olduğunu, daha sonra digər bizim deyimiz Kiçay vadisində olan Mesopotamiya dövlətlərində olduğunu görürük. Həmin kişilik təmsil edən ritualların, kültürün bütün uzaq şərqə qədər yayıldığını görürük və bunun yalnız məsələ bundadır. Yalnız Azərbaycan Novruz konçasında Azərbaycan Novruz bayram rituallarında tanrılara, tanrıçalara çevrilədiyini, ifrat varmadan var olduğunu görürük. Və bu arada xatırladım ki, mənim nəsil xalçam var. Mənim rəhmətli ona xalçası deyildi. Demək orada bir hərfə bənzər bu formada elə bil damğa var. Bir də üzü yuxarı baxımı damğana bənzər simvollar var idi. Həmin simvol eynisi ilə Göbəkli Təpə var. Mənim hazır nəsil xalçamın yaşı 100 yaşdan böyük. Göbəkli Təpə tapılıbdı, yəni qazılıb ortaya çıxıbdı 1996-cı ildən sonra. Yəni mənim nələrim, əcdadlarım o xalçanı toxuyub nəsildən nəsilə verərkən həmin damğaların nə mənəyə gəldiyini bilmirdi. Eynilə mənim nənəm də o damğaların məsələn Göbəkli Təpə deyən bir yerin olduğunu, nəinki o nənəm, bütün dünya bilmirdi və elə damğaların olduğunu bilmirdi. Və mənim nənəm həmin xalça da nar rəngində olan bir xalçadır, tünd qırmızı. Ona nar xalçası deyirdi. Soruşanda ki, buna niyə nar xalçası deyirsə, deyirdi bilmirəm, sadəcə olaraq nar xalçası, yəni rəngə görə. Bir məlum olur ki, mən müəyyənləşdirirəm ki, bu nar xalçası deyəndə onlar yalnız nar rəngində olduğuna görə yox, baharat rəngidir. Və oradakı həmin o dağlar barmaq formasında aşağı yuxarı davam edir və ortasında günümüz hərfinə bənzər simvollar var. Həmin o xalçanın o həmin hissəsinə isə mənim nənəm pirəvə və ya nar nənə deyirdi. Amma mənasını deyəndə ki, nar nənə ya pirəvə nədir? Onun izahını bilə bilmirdim. Və pirəvə mən bu dil tərimini açandan sonra müəyyənləşdirirəm. Demək oradakı damğalar pirəvə deməkmiş və ya nar nənə deməkmiş. Amma o yəni mahiyyəti bilmirdi. Yəni dolayısıyla Göbəkli Təpədə günümüzə gələn bir xalçanın var olduğu bəllidir. Göbəkli Təpədən Novruz konçasına davam edən bir kültürün var olduğunu bilirik. Yəni bu ən azı 12 min ildir var. Arxeoloji əsaslarla. Bilirəm, bildim nə demək istəyirsiniz. Amma gəlin biraz fanatizmə varmı ya? Nə barədə deyim? Çünki bax Göbəkli Təpə tapıntısı eramızda 12-ci min ildir. Düzdürmü? Bəli. O dövr tarixlə bağlı olaraq mezolit dövrüdür. Mezolit dövrü insanda hələ də qəbilə quruluşunda yaşayırdı. Orada bir adət, ənənə, bayram falan bir şeylər yoxdur. Çünki hələ də bu insanlar hələ oxuma şamanı həzə ixrar eləmişlər. Hələ gör, yəni bunun beyin quruluşu hələ oxkanı ixra eləməyə qadirdir də hələ ki. Yəni bu hələ də bir inkişaf eləmiş bir insan səviyyəsində deyil axı. Hələ heyvanı ilk dəfə əhəlləşdirir bu insan. İlk əhəlləşdirilən insan da it olubdu. Və onun əsasında da müəyyənlər, ondan sonra heyvanı əhəlləşdirəndən sonra ibtidai əkinçiliklə maldarlığın əsası qoyulub. Hələ bu əkinçiliklə maldarlıq demək deyil ha. Əsası qoyulub ki, ona oxşar bir şeylərdir. Yəni bu insanın təfəkkürü, belə bir təfəkkürlü insan nə bilir Novruz nədir, nə bilir adət ənənə nədir. Bu yəni biraz fanatizmə varmıyor. Düzdür, o damğalar xahiş edirəm fikrinizi bitirin, cavabını verin. Bu fanatizm yəni, deyil. amma bu o demək deyil ki, Novruzu biz 12 min il əvvələ gedib çıxardaq. Axı bu, yəni bu hələ bu insan qəbilə quruluşunda yaşayır. Qəbilə quruluşunda hansı xahiş bayram? edirəm, eyni şeyləri təkrarlamayaq da, bitirək. Konkret sualımı ver, konkret cavabını ver. Buyurun. Aha, dediyiniz budur ki, həmin dövrdə insanların beyin forması, düşüncə forması indiki kimi deyildi. Tayfalar formasında idi. O və digər buna bənzər şeylər kəşf etməmişdi. Ona görə də bu Novruzu tərənnüm edə bilməz. Düzdür? Bəli. Ay sağ ol.
İndi Göbəkli Təpə haqqında bir zəhmət təzədən oxuyun. Görün oradakı daşlar, onların çəkisi, böyüklüyü nə qədərdir? Orada olan o simvollar nədir? Və bu simvolları da həmin insanlar düzəldir. Mən insanların beyninin həmin dövrdəki insanla indiki insanın fərqli beynə, fərqli düşüncəyə malik olduğunu düşünmürəm. Sadəcə olaraq bir söz var, deyir coğrafiya qədərdir. Yəni sən hansı coğrafiyada, hansı imkanlarla yaşayırsansa, o insan o imkanlarla məcburdur yaşasın. Yəni bu gün biz şəhərdə bu texnologiyalarla yaşadığımıza görə özümüzü üstün insan saya bilərik. Gedək bir adaya düşək. Təbii ki, həmin o ibtidai dövrdə yaşayan insan kimi yaşamağa məcburuq. Çünki əlimizdə olan 1000 illərdə üst-üstə inkişaf elədib gətirdiyimiz mədəniyyət, kültür, texnologiya olmayacaq. Bu isə bizim ağılsız olmağımız demək deyil. Sadəcə olaraq insan əlindəki imkanlardan istifadə edərək nələrsə düzəlir. Və biz Göbəkli Təpəyə baxdıqda xanım, mən Göbəkli Təpə ilə bağlı ayrıca bir söyləşi danışmışam, YouTube-da var. Mən dilin təhlilini verən bir kitab yazmışam xanım. Dilin kökəni. Dillər necə yaranıbın tam təhlilini verirəm və göstərirəm ki, bu dil təsadüfən yaranmış bir dil deyil. Və insanların da beyni əvvəllər daha ağılsızdır, daha sonra beyin inkişaf eləmir. İnsan əlində olan informasiya az olduğundan daha az nələrsə yarada bilib, o informasiyanı artıra getdikdə daha fərqli nələrsə yaradıb. Və bəzən həmin o kültür məhv olduqdan sonra yenidən qaranlıq dönəmə düşüb. Məsəl üçün Yunan şəhər kültürünə baxın, Roma imperiyasının kültürünə baxın, daha sonra ondan sonra Avropanın bir qaranlıq dönəmə düşməyinə baxın. Yəni bu nə deməkdir? Əlində olan bacarıqlar, yaratdığı texnologiya və biliklər hansısa formada məhv olur, o şəhər basqına məruz qalır və axır. Buna görə o məcbur olur ki, yenidən o əlində olanları var edərək inkişaf eləsin. Yəni dolayısıyla mən insanların eyni ağılda olduğunu, sadəcə olaraq həmin eyni ağılda olmağı ilə bərabər o hansı informasiyaları bilir, hansı alətləri varsa buna uyğun nələrisə düzəldir. Və artıq deyirəm xanım, 50 min ildən, 40 min ildən üzü günümüzdə ana tarixçə kültürü var. Dilin təhlili ilə bağlı 4 saatlıq video çəkmişəm. Və orada da bir Quran, Tövrat, İncil, arxeoloji qazıntıları yan-yana qoyub, tədqiqatçılar nə deyir, ilahiyyatçılar nə deyir və əslində onların da hamısının səhv deyib, fərqli bir yanaşmanın da olduğunu demişəm. Yəni bu fanatizm deyil. Mənim arxamda kimsə yoxdur, kimsə məni maliyyələşdirmir, kimsə nəsə vermir. Aydındır xanım. Tamam. Başqa tamam. mənada demirəm. Bax xəstəyəm, boğazım tutula-tutula çıxıb bunu burada danışıram. Yəni bu fanatizm deyil. Yəni mənə kimsə nəsə vermir ki, mən fanatizmlə məşğul olum. Fanatizm o vaxt olur ki, mənim dediyim faktları araşdırıb, araşdırmayanda fanatizmdir. Mənim dediyim bütün bu faktlar ki var. Bunu da sonra növbəti dəfə videosu və videonun da belə tam hazırlanmış formada danışdıqlarımın şəkilləri və laxırla da qoyacağam. İnternet dövrüdür. Hər şey istənilən informasiya əl çatandır. Götürün, araşdırın və ondan sonra görsəz ki, doğrudan da mən hansısa nəyisə fanatizmlə uyğun olaraq Türkün adına çıxmaq istəmişəm, nəyinsə adına çıxmaq istəmişəm, onda deyil. Və mən artıq qeyd etdim ki, bütün bu kültür böyük coğrafiyaya yayılıb. Burada Hind-Avropa xalqlarında da bu qalıb, ərəblərdə də qalıb, Misirdə də qalıb, türklərdə də qalıb. Amma yalnız fərq nədir? Daha sonra Azərbaycan türkləri bunu tanrı və tanrıçalara çevirməyib. Siz deyirsiniz ki, insanların beyni inkişaf eləməyib. Şumerlərdən danışırıq, 5000-6000 il bundan əvvəldir. Göbəkli Təpədən danışırıq, 12000 il bundan əvvəl onu yaradıbdır. Allah'ın olsun bu dəqiqə Bakıda olan, istənilən mənəm deyən hər kəsi yıxsınlar. Amma yəni bugünkü texnologiyanı verməyib, desinlər ki, o Göbəkli Təpədəki daşları düzəldir. Görək düzəldə bilərik. Yəni onlar o əlində olan imkanlarla onu yaradır. Şumerlərin vaxtında artıq erkən tunc dövrü idi. Bəli, o vaxtdan danışmaq olar. Xanım, Göbəkli Təpə, ben onu da çəkdim, Göbəkli Təpəni də misal Amma mən bayram cəhətdən deyirəm, adət-ənənə cəhətdən. Yəni erkən tunc dövrü, bəli, Şumerlərin yaşadığı dövrdür. Siz dediniz. Xanım, o adları biz vermişik. Daş dövrü, tunç dövrü. Bunlar da hamısı şərtidir. Yəni deyirəm, o adları deyib deməməyin bir əhəmiyyəti yoxdur. 12000 il bundan əvvəl Göbəkli Təpə deyilən bir kültür var. Özü də bir dənə deyil. Onun bölündə Karahan Təpəsi var, kültür olaraq. Çatalhöyük kültürü var. Və bunlar hamısı 10.000 il, 11.000 il, 7500 il olaraq davamı olaraq gələn bir kültürdür. Bir dəqiqə, Rəşid bəy. Xanım, siz Novruz bayramının hardan gəldiyini düşünürsünüz? Mən sizə demirəm, Novruz bayramı hardan gəlir. Mən o bilirəm ki, türklərin bayramıdır. Şumer dövründən bəli gələ bilər. Mənim nəzərimdə bu. Xanım, Şumer də hansısa kültürün davamıdır da. Yenə deyirəm. Rəsmləri qoyacam. Bütün qədim kültürlərdə tanrı və tanrıça kültürü var.
O tanrı günəşi təmsil edir, tanrı isə yeri təmsil. Bax deyirsiniz səhərdən baş sayırsınız daş dövrü, nə bilim Tunç dövrü. İndiyə qədər bunların kim konkret olaraq və yazıb ki, burada olan tanrı və tanrıça biri yeri təmsil edir, biri günəşi. Biz tarixi düz oxumamışıq. Düz təhlil verilməyibdi. Məsələ budur ki, bunlar hər biri yeri təmsil edir, biri günəşi təmsil edir. Dolayısıyla yer qadındır, günəş kişi olaraq təmsil olunubdur. Və necə ki Quranda, necə ki İslamda Allahın adları var. Həmin o adların içində Tanrının yaradan sifəti var, qəzəblənən sifəti var, cəza edən sifəti var və laxır və laxır. Və eyninlə qədimdə də insanlar yaradanı fərqli sifətlərdə tanıyır və təfəkkürünə uyğun da fərqli sifətləri bildikcə həmin o sifətləri də Tanrı sifəti kimi rəsmləşdirib, heykəlləşdiribdir. Və yenə deyirəm, 12 min il bundan əvvəl yaratmamışam ki, deyirəm ki, bax xanım, 12 min il bundan əvvəl Göbəkli Təpə var. Yəqin bilirsiniz də. Yəni boyutlarını bilirsiniz, ölçüsünü bilirsiniz, üstündəki simvolları bilirsiniz. İnşallah bu video yüklənəndə o videoya baxarsınız. Mən orada həmin o xalçanı qoyacağam. Həmin o xalçada olan simvollara baxarsınız və Göbəkli Təpədə olan həmin simvollara baxarsınız. Yenə deyirəm, Göbəkli Təpə 1996-cı ildən başlayıb qazılmağa, düzdür? Mənim xalçamın yaşı 100 yaşdan yuxarıdır və o nəsil xalçasıdır. O yəni ondan əvvəl o belə deyim də toxuna verilibdir. Mənim əlimdə olan xalçanın yaşı 100-dən yuxarıdır. Və mənim o xalçada olan Göbəkli Təpənin üstündə olan simvollar olanda nə mənim nənəm, nə mənim babam, nə bütün dünyada kimə göstərsəydin o xalçanı, oradakı simvolların nə olduğunu bilə bilməzdi. Və həmin oradakı simvollarla Göbəkli Təpədəki olan simvollar eynidir. Elm camiyyəsində, akademiya camiyyəsində nədir? Faktları qoyursan və bunun üzərinə də kimlərsə daha yaxşı arqument qoya bilirsə qoysun. Mənim o xalçada olan simvollarla Göbəkli Təpənin üstündəki simvollar təsadüfən varsa, izahını verə bilsin. Və ya Göbəkli Təpənin üstündə yenə deyirəm, ay formasında simvol, onun üstündə günəş formasında simvol və ortasında nöqtə olan simvol var. Hakasiyada bu simvol var. Və bu simvol bütün regiona yayılmış formadadır. Misirdə var, Çində var, Tacdarda var. Və bu simvol yenə deyirəm bizim Novruz xonçasında şirin olaraq qalır. Tarixdən yəni baxıram ki, maşallah bilirsiniz. Tarixdə həmin o faktları deyən, istənilən tarixçi deyib, gedib o qədimdəki dövrə gedib, oradakılarla danışmayıb ki. Əlindəki faktları qoyub bunun üzərinə fikir deyib ki, bu mənə elə gəlir ki, bu faktlara görə belə oxunmalıdır. Düzdür? Mən də eyni ilə həmin faktları qoyub, deyirəm ki, zəhmət çəkin, ey dünya insanlığı, insanlar. Faktları təzdən oxuyun, səhv oxumusunuz. Deyilir ki, Novruz sözü Novruzdan olub, fars dilində gəlib. Mən də deyirəm ki, bu fars dilində gəlmək, bunu heç mən demirəm, məndən qabaq o dəfələrlə deyirəm. Novruz sözü fars dilində gəlsə, Ruzenov kimi deyilməlidir. Və mən bunun üstünə sadəcə olaraq bunun üstünə dediyim digər dil təhlil olan hissəsi mənimdir. Qayıdıb deyirəm ki, bizim dilimizdə Novruz kimi yazılma qaydası nə vaxt müəyyənləşdirilir? Bilirsiniz də, yəni 1926-cı ildə türkoloji qurultay keçirilir. Orada iştirak edən bütün türkoloqları Sovet imperiyası məhv edilir və ondan sonra bizim bildiyimiz günümüz Azərbaycan dili qrammatikası yazılır. Əvvəlcə latınca yazılır, sonra kirilcə yazılır. O kiril hərflərinin bəziləri rus kiril əlifbasına uyğun idi. Daha sonra sonuncu versiya keçirilir və laxır. Yəni orada qəbul olunmuş olsaydı ki, biz Novruz yox, Novruz yazsaq, nə cür yazacaqdıq? Novruz kimi. Bu ya Novruz kimi yazılıb, qərəzli formada Novruz kimi yazdırılıb ki, daha sonra da iddia olunsun ki, bu fars sözüdür. Və mən bununla bağlı 21 hissəli tarixi sənədli roman yazmışam. O da yazmaqdan getmirim. Mən o 21 hissə üçün gecə gündüz oxumuşam, faktları toplamışam və bunun üstünə bu hadisələri gətirmişəm. Və mən fanatiklik zad eləmirəm. Mən hadisələri qoyuram. Fanatiklik eləmiş olsam, məsəl üçün deməzdim bunun bir hissəsi Misirdə var, bir hissəsi Skandinaviyada var, bir hissəsi protoslavlarda var. Protoslavlar kimdir? Farslarla eyni əcdaddır. Düz? Saturnaliya bayramından danışıram. Deyirəm ki, səmən sözünün kökündəki səmən toxum mənasında Hind-Avropa dillərində var, rus dilində semya sözü var. Türk dilində cəmi bir sümük sözü var. Yəni onlarda o söz daha çoxdur. Amma bu faktları qoyuram, görürsən onları da deyirəm. Çünki bu tarix müştərək tarixdir. Amma burada kimsə daha aparıcı olub, kimsə bu tarixi daha yaxşı yaşadıb, digərləri isə bu tarixi fərqli formada pozub. Yəni mən burada kimisə silmək, kimisə qərəzli olmaq mənasında demirəm ki, bu tarix insanlığın tarixidir. Yəni mən burada fanatizmlə məşğul deyiləm, xanımım. Yenə deyirəm, bundan mənim bir qəpik xeyrim yoxdur. Nə mənada deyirəm? Yəni deyirəm ki, o dövrün insanlarında bayram haqq hesabı ola bilməzdi. Mən də deyirəm Göbəkli Təpəyə baxın. Siz də bir zəhmət baxın görün o Göbəkli Təpəni necə düzəltdi? Mən düzəltməmişəm ki. Yox, mən onu demirəm. Mənə yəni bizə təqdim olunan tarixə əsasən mən deyirəm ki, bəli, əgər Göbəkli Təpədə o simvollar varsa,
Ola Var, bilər, oyun müəllim, kimi. ola bilər, simvol var. Mən bir söz demirəm, simvol var, olsun. Aha. O da bilinmir axı o nə mənada olubdu o simvol. Türkçiliyin simvol, türkçilik də o vaxt olmayıb. Bax, çünki yenə deyirəm, hələ o vaxtda Dilin kökənini yazmışam. Bu dilin sırası ilə necə formalaşdığını göstərmişəm. Türkün Bəli. Türk adına qədər gəlməsi üçün 3 mərhələ keçdiyini, ilk türk boylarının Assu, Ur boyları olduğunu, ondan fərqli adlar formalaşdırdığını, Urun özünün Ur, daha sonra Tur, daha sonra Türk formasında 1000 il keçərək söz formalaşdırdığını, daha sonra ümumi belə deyək də günümüz adı ilə desək soyada çevrildiyini görürük. Məsələ budur ki, biz burada o Türkün sırf hansı Türkə çevrildiyi mərhələsindən deyil. Tarix nədir? Bir başlanğıcı var, bir kökü var. Bir də o davam edir və günümüzdə gəlib Türkə çevrilir. Və amma məsələ nədir? O Göbəkli Təpədə olan kültürün biz gəlib Azərbaycan Novruz xonçasında eyni ilə qaldığını görürük. Özü fərqli qalmır, eyni formada qalır. bəli. Mən bundan danışıram. Türklər dövr olub Saklar kimi çağırılıb. Dövr olub Hun kimi çağırılıb. Dövr olub Kəngər kimi çağırılıb və fərqli coğrafiyaya görə fərqli çağırılıb. Böyük coğrafiyaya yayılmış bir xalq olduğundan onlar fərqli dövrlərdə, fərqli qonşulara görə də fərqli çağırılıb. Və ya hansı boy digər boyları özünə tabe edibsə, həmin boyun adıyla çağırılıb. Bax, Türkün əcdadlarının Assur boylarından nə cür yaranması ilə bağlı söyləşi danışmışam. 2 saata yaxındır. Tamam. Göbəkli Təpə ilə bağlı araşdırın, görəcəksiniz orada fərqli topluluqlar var. Məsələ nədir? Tayfa və ya şəhər kültürünün yaranması üçün şərtləri var. Bizdə insanlar əvvəl 60-100 nəfərlik formada yaşayır, daha sonra ətrafa yayılır, daha sonra çoxalır, kültür əlaqələri olur və bunun üzərinə getdikcə çoxalır və daha sonra kəndlərə, qəsəbələrə, şəhərlərə çevrilir. Lakin bu insanların ağılsız olmağı demək deyil. Sadəcə olaraq həmişə mənim bir sözüm var, xanım. Milyonla pulun olsun. Get adıya 100 dənə ev tik. Amma tək sənsən, sonra kənd sayıla bilər. Tək yaşayırsansa, yəni saya görə o artıq şəhər olmur. Kənd olmaq üçün azı bir 100 nəfər, 200 nəfər olmalısan ki, kənd yaransın. Qəsəbə yaranmaq üçün 5000, 10000 adam olmalıdır. Yəni bu sayla bağlı olan şeydir. Yəni qədimdə də tayfa ilə yaşama məsələsi, coğrafiyanın böyük olması və insanların da ovcu, yığıcı olduğu dövrlərdə 50-100 nəfərlik komandalar formasında yaşayırdı ki, buna uyğun yerini dəyişə bilsin, hərəkət edə bilsin. Və bu gün də məlum olur ki, Göbəkli Təpənin ətrafında oturaq həyata keçirən tayfalar var. Oturaq həyata keçir, əkinçiliyə başlayır, heyvandarlığa başlayır və bunun üzərinə həmin o heyvandarlığın rentabelliyi, əkinçiliyin rentabelliyi daha çox qida verdiyindən onlar sayını daha da çoxaldır. Yəni bu ağılsızlıqla bağlı deyil, bu şəraitlə bağlıdır. Yəni insanlar eyni təfəkkürdə olub. Sadəcə olaraq belə deyim. Demək istəyirsiniz ki, o dövrün insanları bayram edir. Anadan doğulmuş uşağı. Əgər oxutmasan, danışdırmasan, onları heyvanlarla böyüt, 6-7 yaşından sonra o danışa bilmir. Çünki beyin inkişaf eləmir. Və eyni beyindəki insan, təbii ki, genetik olaraq müəyyən fərqlər var da, biri nəyəsə qarşı daha istedadlıdır və laxır. Amma eyni insanı yaxşı təhsil verərsən, savadlı olar, təhsil verməzsən, savadsız olar. O dövrdəki insanlar da əlində olan imkanlar, biliklərlə daha az savadlı idi məsəl üçün. Amma beyni bizimkindən fərqli idi, beyin inkişaf eləmir məsələsi deyil. İnsanın homo sapiens olduğu dövr, ondan əvvəl nə cürdə o da ayrıca təhlil oluna bilər. Bizim beynimizlə eynidir artıq. Dil formalaşdırıb. Və həmin o dili də yenə deyirəm, mən nöqtə vergül yazmışam bütün təhlili üzrə. Və bunun üzərinə Hind-Avropa dilləri, Hami-Sami dilləri və proto-türk dillərinin təhlilini verib və göstərirəm ki, türk dili Ural-Altay dilinin alt qrupunda yaranan bir dil, müstəqil bir dil ailəsidir və son olaraq bütün dillərdə proto-Hind-Avropa dilləri, Hami-Sami dillərini və proto-türk dillərini danışan əcdadlar bir-birindən ayrılıb. Və bunu da tam təhlilini vermişəm. Bütün sözlər üzrə. Və bu dilin də yaranmasından məlum olur ki, bu insanlar təfəkkürsüz insanlar deyil. Onlar təbiəti izləyib, hadisələri də buna uyğun mükəmməl formada sözlər yaradıb. Mükəmməl formada. Mən bir son biləm ki, bax, Qobustan abidəsi bizdə ən qədim abidə sayılır da, düzdürmü? Onun üzərindəki o simvollar vardı. O simvollardan hər hansı biri indi bizdə hansısa xalçanın üstündə çıxsa, o deməkdir ki, ya hansısa Novruz adətimizdə çıxsa, o deməkdir ki, o dövrdə Novruz bayramı var idi. Qobustanda olan o rəqs eləyən adam rəsmləri var. Yallı rəqs idi. İndi deyəcək ki, Novruzla bağlıdır. Xahiş edirəm də, deyim də, nə olub sizə? Niyə? Görürsünüz fanatik kimdir? Həmin o, orada rəqs eləyən adamlar ki var, o damğalar ər damğasıdır. Həmin ər damğası sonra bizim qarşımıza türk kroniklərində bu formada R formasında çıxır. Daha sonra o R-nın
bir tərəfi kəsiyi bizə Latın dilində olan cihri kimi çıxır. Ortadakı əlaqəni yenə deyirəm, mən həmin adamları 12 min ildən üzü bu yana ata, baba, nəsil yığıb bir-bir soruşmamışam ki, belədir. Faktları yan-yana qoyuram və görürəm ki, bu damğa bu cürdür. İndi bunun üstünə yenə deyirəm, bax tarixdən danışırsınız. Tarixdə həmin o dediyimiz faktları qoyan tarixçilər sizə sual verirəm. Nə cür izah eləyir? Onlar gedib keçmişə, orada dövrdəki yaşayan adamlarla danışır, yoxsa onlar da eyni ilə həmin faktları qoyaraq təhlil aparıb nəticə deyir? Niyə İvan deyəndə olur, John deyəndə olur, Rəşad deyəndə olmur? Mən sadəcə bunu yenə deyirəm, buna fanatiklik olaraq demirəm. Mən də bu faktları qoyandan sonra o rını ora dediyimə görə mənə kimsə mükafat vermir. Kimsə məni alqışlamır. Pis mənada demirəm. Öz içimizdən olan, bax səni kimi bacı, qardaşlarımız da arada deyir ki, mən inanmıram. Mən deyirəm, inanmırsan, yaxşı eləyirsən. 25 il ömrü vermişəm və mən orta məktəb 1-ci sinifdən institut, magistratura 5-dən aşağı qiymətim olmayıb. İstənilən fəndən. Mən sizi faktınızda görürəm, amma biz inanmadığım odur ki, siz nəyə qəbul edirəm? Mən demirəm, siz bəli xalçalar üstündə simvollar ola bilər. Bəli, o yenə deyirəm də Qobustan üstündəki yallı işarəsini bizim yallı rəqsimizdə, yəni eynidir. Onu demirəm mən. Mən sözüm onda deyil. Mən dediyimin mahiyyəti odur ki, yəni bizdə tarix tədris olunub bu formada ki, adət-ənənələrimiz, bayramlarımız bu tayfa dövründən yaranıbdır, düzdürmü? Bəli. Şumer dövründə eramızda və 4-cü minillikdən götürək də, 4000 il bundan əvvəldə. Yəni 2000 ildə bu, bəli. Qabaq yazılan tarixdə, yəni o insanların həyat tərzində biz adət-ənənə görmürük. Bayram görmürük, Novruz kimi. Mən o mənada dedim ki, yəni əgər bu insan bu dövrdə yaşayırsa, yəni o barədə mən dedim ki, yəni bizə tədris olunan tarixdə, bəli, mezolitdə, neolitdə, eneolitdə biz bayram görmürük. Tunç dövründə bəli, tayfalar şəklində birləşdi, tayfa ittifaqı yaratdılar. Hə, oradan siz dediyiniz o Arattalar olub, bilər, Kutilər, Şumerlər, bəli. Bütün türk dil tayfalarda, düzdürmü? Onların həyatını tədris eləmişsiniz. Yəni, o barədə heç kəlmə də deyə bilmərəm. Qazaxıstanla Özbəkistan, Qırğızstanın tarix dərsliyindən xəbərim yoxdur. Türkiyə tarix dərsliyinə baxanda Azərbaycan olduqca cəsarətlidir. Azərbaycan tarix dərsliyində Kutilər türkdür deyə bilirsə, Lulubilər türkdür deyə bilirsə, bəli, doğrudan da alqışlanasıdır. Böyrümüzdə böyük qardaşımız Türkiyə deyir ki, biz 1071-də gəlmişik. Məsələ bundadır ki, biz deyirik və qayıdıb John deməyibsə, İvan deməyibsə, fikir vermirik. Bilsən məsələ nədir? Bizə bir erməni lazımdır ki, ona pul verək, çıxıb desin Qobustan mənimdir, onun üstündə yallı gedən mənimdir. Onda biz əlaqə düşürük ki, yox, bu Qobustanı nə cür tapaq? Kim nədir? Onda yadlarına düşür, Rəşad deyəsən bu haqda nəsə deyib, Filankəs bu haqda nəsə deyib, Firidun Cəlilov bu haqda nəsə deyib.